Əmək hüququ yalnız hüquqi termin deyil. Bu, insanın ləyaqətlə yaşamaq, təhlükəsiz çalışmaq və əməyinin bəhrəsini görmək haqqıdır. Azərbaycan dövlətçiliyi tarixində bu vacib prinsipin əsası 107 il öncə, 1919-cu il 5 avqust tarixində qoyulub. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində ilk əmək müfəttişliyi yaradıldı. Bu addım gənc respublikada əməyin mühafizəsi, ədalətli əmək haqqı və fəhlə hüquqlarının dövlət səviyyəsində müdafiəsinin bünövrəsini qoydu. Cümhuriyyətin miras qoyduğu bu sosial məsuliyyət estafeti müstəqilliyin bərpasından sonra yeni inkişaf mərhələsinə qədəm qoydu. Bazar iqtisadiyyatına keçid dövründə əmək münasibətlərinin müasir standartlara uyğunlaşdırılması zərurəti yarandı. Bu addımların davamı kimi 1997-ci ildə Dövlət Əmək Müfəttişliyi fəaliyyətə başladı. 2011-ci ildə isə Prezident İlham Əliyevin fərmanı ilə Dövlət Əmək Müfəttişliyi xidməti təsis olundu. İslahatlar nəticəsində qurumun hüquqi çərçivəsi genişləndirildi, nəzarət mexanizmləri təkmilləşdirildi. Bugün Dövlət Əmək Müfəttişliyi xidməti mülkiyyət formasından asılı olmayaraq, ölkə ərazisində fəaliyyət göstərən bütün hüquqi şəxslər, xarici şirkətlər və fiziki şəxslər tərəfindən əmək qanunvericiliyinə riayət olunmasına birbaşa nəzarət edir. Xidmət yalnız qayda pozuntusunu təsbit edən orqan deyil. Qurum əmək siyasətinin formalaşmasında, qanunvericiliyin təkmilləşdirilməsində və beynəlxalq təşkilatlarla əməkdaşlıqda yaxından iştirak edir. Bu fəaliyyət aparat, regional bölmələr, Əməyin Mühafizəsi Mərkəzi və Naxçıvan Muxtar Respublikasının müvafiq xidmətini əhatə edən vahid sistemə söykənir. Son illərdə geniş vüsət alan rəqəmsallaşma əmək münasibətlərində yeni dövr açdı. İndi əsas hədəf riskləri öncədən görmək və qarşısını almaqdır. Elektron həllər və risk əsaslı nəzarət mexanizmləri prosesi daha şəffaf və operativ edib. İnnovativ metodlar sayəsində peşə xəstəliklərinin, istehsalat qəzalarının və hüquq pozuntularının profilaktikası gücləndirilib, bürokratik maneələr aradan qaldırılıb. Qanunçuluq, bərabərlik, şəffaflıq və korrupsiyaya sıfır tolerantlıq. Dövlət Əmək Müfəttişliyi xidməti bu ali prinsiplərlə çağdaş dövrün tələblərinə cavab verir. Məqsəd birmənalıdır. Hər bir vətəndaş üçün layiqli, sağlam və təhlükəsiz iş mühitini təmin etmək.